tapşırıq daha. Paket tracer'da eləyirik. Deyir ki, configure initial switch settings. Deməli, yenə faylı yükləmirəm. Fayl artıq var məndə. Faylı açıram. Təbii ki, PD activity'si də yanında olmaq şərti ilə. Əslində bu faylların zaten özünün yanında atılıb. Bu faylları yükləməyimizin məqsədi odur onsuz da. Və bunu qoyuram bura. Və burada nə edəcəyik? Verify the default switch configuration, configure basic switch configuration, mode the banner mode the save configuration files to NVRAM, configure S2. Deməli, burada bir addımların hamısı yazılıb. Həm switch 1 üçün, həm switch 2 üçün. Və burada uşaqlar adətən nəyə çaşdırırlar? Biz o biri etdiyimiz praktik hissələrdə normal olaraq PC-nin üzərinə klikləyirik. Burada desktop çıxır. Desktop. Terminala klikləyirik. OK, terminalda heç nə yoxdur. Uşaqlar qarışdırmaq olmaz ki, o kabellər konsol kabellərdir. Görürsünüz, burada konsol kabel eləmək olmur. Çünki Active Directory yox, daha doğrusu, yəni bu əvəzlə qurulan sistemdir. Yəni burada dəyişiklik eləmək olmur. Burada baxın, bu Fast Ethernet kabeldir. Yəni bu konsol kabel deyil. Ona görə də burada bir switch ilə işləyəcəyik. Switch'in üzərinə klikləyirəm və təbii ki, burada belə bir hissəsi gördüyünüz kimi switch və PD activity hissəsini açıram. Təbii ki, baxın nə yazıb? Switch. Click switch 1 and CLI tab. Və bunu enable eləyirik. Switch'i bunu tərəf eləyim ki, görək. Enable. Bu nə oldu? Keçdi privilege exec moda, yəni privilege execution mod. Daha sonra yazıb, baxın, show running config. Show running yazıb taba basırsınız. Config özü gəldi, baxın. Yəni burada show running config bu vaxta qədər etdiyimiz əməliyyatları bizə göstərir və yadınızda saxlayın ki, show run privilege exec modda eləyilir. Yəni config mod falan olmur. Privilege exec mod. Daha sonra düşürük aşağı. Bizə nə istəyir? Deyir configure terminal. Yəni conf terminala keç. OK. Geçdi. Daha sonra hostname S1. Yəni deyir ki, switch'imin hostname'ini dəyiş. OK. Bunu eləyirik. Hostname S1. Elə bir ki, baxın, burada switch kimi gəlmir. Artıq bunu hostname switch S1 eləyəndə, enteri basanda görürsünüz, bura oldu S1. OK, sonra exit. Tamam. Çıxdım. Yenə enterə basıram. Daha sonra yenə configure terminal. Conf'te. OK. Düşdü aşağı. Line console 0. Daha sonra burada konsola şifrə qoyub. Password letməyin qoyub. OK, password letməyin və biz bilirik ki, line console 0'ı yazdıqda, line console, yəni konsol portuna şifrə qoyduqda yazırıq password və qoyacağımız şifrə və bundan sonra yazırıq login. Login komandası veririk. Əgər login komandası verməsək, bizim passwordumuz işləmir. Daha sonra exit. OK, çıxdıq. Daha sonra exit verdikdən sonra burada göstərir. Yeni exit verin, yeni exit verin. Gördünüz, password istəyir. Passwordumuz nə idi? Letməyin. Yazdım, keçdim. Və indi uşaqların çox soruşur ki, bəs password isə də mən yazıram, görünmür. Zaten passwordunda öncəliyi odur ki, görünmür. Yəni passwordu zaten gördülər. Nə oldu? Onsuz da burada görünür. Plus show running config eləyəndə də görünür. İndi onu gizlətməyin yolunu da öyrədəcəm. S1. Daha doğrusu müəllim zaten video rekordda danışır. Config terminal eləyəndən sonra enable password. Baxın, görürsünüz, exit elədə çıxdı. S1. Birazdan bunu enable eləyir. Nə eləyir? User exec moddan keçirir privilege exec moda. Keçirdikdən sonra yenə conf'te configure terminal eləyəndən sonra baxın, enable password Cisco. İndi bunda nə üçün eləyir? Enable password Cisco. Bunu da niyə elədik? Bunu da ona görə elədik ki, biz S1'i, yəni S1'i user exec moddan enable eləyib,
baxın bu privilege moda keçirmək istəyəndə bizdən password istəsin. Ona görə yazırıq enable password. Yəni enable hissəyə password qoysun. Hansı ki biz enable yazıb privilege keçirmək istəyəndə bizdən password istəsin. Password da qoyduq Cisco. İndi buna veririk exit. Okay, çıxdıq. Daha sonra baxın yenə config-də baxın burada exit verdik. Password gəldi. Passworda yazırıq let main. Çünki bizdən giriş password istəyir. S1. S1 hissəyə nə yazırıq? Enable. Görürsünüz password istədi. Bayaq təyin etdiyimiz həmin o Cisco passwordu yazırıq. S1 enable'da Cisco qoymuşduq da. Aha, keçdi. Səhv yazırmışam bayaqdan. Aha, keçəndən sonra nə edirik? Yazırıq. Enable secret. It's a secret. Orada baxın yazılan yazıram. Enable secret. It's a secret. Və burada secret nə işi görür? Elə bir baxın burada bayaqları nə yazdıq? Enable password Cisco. Məsəl üçün də. İndi burada enable secret, it's a secret yox, Cisco yazsaydıq, bu Cisco-nu şifrələyəcəkdi, Cisco passwordunu. Hansı ki biz show running config verəndə o görünməyəcəkdi. Yəni baxın, enable secret, mən heç bunu yazmıram. Bunu yazmıram. S1 exit verdim, düzdür. Exit verdim. Password istəyir məndən. Let main yazdım. S1 enable verdim. Password istəyir məndən. Aha, keçəndən sonra baxın burada. Baxın. Görürsünüz. Biz nə qoymuşduq? Password let main. Bu da görünür. Sonra nə qoymuşduq? Password Cisco. Görürsünüz, görünür. Enable-a qoyduğumuz password görünür. İndi nə edirik? Passwordun görünməməyini istəyiriksə, birinci mən konsol porta qoyduğumuz passwordu deyirəm. Konsol porta hansı passwordu qoymuşuq? Baxın, konsol porta burada password qoymuşduq. Konsol porta qoyduğumuz password hansıydı? Let main. İndi nə edirik? Yazırıq. Configure moda keçirik. Yazırıq. Service password encryption. Yazdıq. Bir dəqiqə. Service. Aha. Burada trebəymiş. Yazdıq, sonra exit verdik. Exit verdik, düşdük aşağı. Bundan da exit verdik təzdən. Yenə password istəyir bizdən. Let main. Okay. Enable verirəm. Təzdən passwordumuzu istəyir. Aha. Bir dəqiqə. Aha. Düşdüm aşağı. Bad secrets. Password. Otu da. Düşdük aşağı. Yəni keçdik privilege exec moda. Bura keçəndən sonra yazıram. Show running config. Aha. Düşürəm aşağı, düşürəm. Və mən nə verdim orada? Aha. Mən orada verdim. Nə verdim orada? Service password encryption. Artıq service password encryption verdiyimə görə görürsünüz burada. Görürsünüz Lion Console. Lion Console'un passwordu görürsünüz nə oldu? Şifrələndi. Amma bayaqları mən service password encryption verməmişdən qabaq. Görürsünüz burada mən showrun vermişdim. Görürsünüz password letməyin göstərirdi. Amma burada göstərmir. Nəyə görə? Çünki secret service password encryption verdik. Amma görürsünüz enable'ın passwordu da şifrələndi. İndi düşürük aşağı. Enable'ın passwordunun təkcə özünün də şifrələməsi var və bunu da deyim ki, biz service password encryption yazanda, yəni söhbət bundan gedir. Buna yazılan. Bu visioner şifri var. Visioner şifri ilə bunu şifrələyir. Amma biz bura yazsaq ki, baxın. Config-də düşdüm aşağı. Enable
enable nə yazırdıq? Məsəl üçün password, məsələn it's a secret. Passwordu dəyişirdik. Password it's a secret qoyduq, hə? Qoyduq, tutaq ki, exit verdik. Çıxdıq buradan. Yenə exit verdik. Çıxdıq buradan. Birinci let main'i yazırıq. Daha sonra enable. Enable eləyəndə uca bura hansı yazacaq? It's a secret. Yazdıq, keçirik. İndi nə edirik? Təzədən keçirik config-yə. Nə edirik burada? Burada yazırıq. Enable secret. Eyni parol yazıram təzədən. It's a secret. İndi bunu yazandan sonra exit verirəm, exit verirəm. Çıxdım. Passwordumu yazıram. Let main. Buna bir enable verirəm. Enable'ın kodunu nə qoyduq? It's a secret. Düşdüm aşağı S1. Aha, indi buna verirəm. Show running tab config. Baxın indi. Görürsünüz, line console password da şifrələndi. Və enable secret. Görürsünüz, buna da şifrələnir. Bu isə MD5 şifrə adlanır. Daha sonra show run config-də service basa hamısını elədik burada və burada mesaj qoymağımızı istəyir. Biz də yazırıq. Bu config-dəyə keçirik. Yazırıq banner metodu. Adətən orada baxın dırnaqda yazılıb, amma DS işarəsinin DS işarəsinin arasında da yazmaq mümkündür. Nə yazıb orada? This is a secure system. Düzdür, nöqtə. Authorized access only. Authorized access only, yəni icazəli giriş ancaq. Bu deyir secure sistem, yəni təhlükəsiz sistemdir, qorunan. Və bura bir dənə nida işarəsi qoyuruq. Only. Düşdük aşağı. Exit'i bastıq. Bir dənə də exit. Çıxdıq. İndi çıxıram buradan. Təzədən switch 1-ə klik eləyirəm. Nə gəldi? Görürsünüz, həmin o mesaj gəldi. This is a secure system. Authorized access only. User access verification yazıram. Let main S1 enable. Kod nə qoymuşduq? It's a secret. S1. Gördünüz? Və indi baxın, görürsünüz, mənim əlim 4-də dəydi. Bu səhvən getdi. Dedim, səhvən gedəndə nə inirdik? Ctrl Shift 6. Ctrl Shift 6. Yəni Ctrl Shift 6. Alt yox ha, 6. Ctrl Shift 6-ın basında gördüyünüz kimi belə gəlir. Və bu eynisini switch 2 üçün də eləyirik. Baxın. Yəni switch 2 üçün də eyni konfigurasiyaları eləyirik. İndi mən PT activity-ni açıram. Check result eləyirəm. Və burada görürsünüz, binary mode console line, enable password, enable hostname, service password. Yəni enable passworddan enable secret'in üstündə orada sizə başqa nümunələr də göstərdiyimə görə özüm. Ona görə burada X verilib. Yəni əslində bunlar korrektdir. Yəni bunların hamısını yazma. Sadəcə mən başqa əməliyyatlarda göstərirəm. Normalda sırf orada yazılan stepləri eləyəndə hamısı korrekt göstərir. Mən sizə orada başqa əməliyyatlarda göstərdim ki, məsələn, öz passwordu qoyub sekret eləməyə. Orada başqa passwordu qoyub sekret eləmişdim, amma mən öz passwordumuzu da öyrətdim. Ona görə də burada incorrect yazılmaları normaldır. Yəni normalda feedbacklərdə adətən yəni oradakı stepləri edirsənsə korrekt yazılır. S2 görürsünüz, yəni switch 2-də hamısı incorrectdir. Çünki switch 2-ni ümumiyyətlə biz konfigurasiya eləmədik.